Yanvarın 15-i də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən moderator.az-a verilən xəbərə görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında fasilələrlə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75% olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ancaq ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5 dərəcə şaxtdan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxtdan, yüksək dağlıq ərazilərdə 11-16 dərəcə şaxtdan, gündüz 2-5 dərəcə şaxtdan olacaq.